Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Amma ba'd. Allah'ın dinində sabit qalmaq üçün vasitələr. Yəni, bu mövzunun mühümlüyü oradadır ki, Allah'ın dinində sabit qalmaq hər bir sadiq müsəlman üçün əsas mətləbdir. O müsəlman ki, bu yolu qətiyyətlə davam etdirmək istəyir. Və bunun mühümlüyü birincisi cəmiyyətlərin, müsəlmanların yaşadığı cəmiyyətlərin halı və müxtəlif cür fitnələrin olması, yayındıran və doğru yoldan uzaqlaşdıran vasitələrin çoxalması, müxtəlif növ şübhələr və şəhvətlər, hansı ki, bunun səbəbi ilə din qərib olmuşdur. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, Bədəəl İsləmu qaribən və səyəudu qaribə kəmə bədə fətubə lil-qurabə. Yəni, İslam qərib olaraq başlayıb və başladığı kimidən qərib olaraq qayıdacaqdır və xoş halına o qəriblənir. Və həmçinin Tubənin təfsirində gəlir ki, cənnətdə bir ağacdır. Və belə bir fitnələr zamanı, yəni insanın dinindən yapışması və bu yolda sabit qalması da çox çətindir. Necə ki, Tirmizdə gələn rəvayətdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur. Yəni, səbir, əyyəmus sabr adlanır. Vaxt gələcək, səbir günləri olacaqdır. Əs-sabiru fihim alə dinihi kəl-qabidə aləl-cəmr. Və o günlərdə səbr edən əlində köz saxlamış kimi olacaqdır. Və hər bir ağıl sahibi bilir ki, hər bir müsəlmanın belə bir dövrdə, belə bir zamanda sabit qalma vasitələrinə ehtiyacı vardır. İnsanların pozulduğuna görə və qardaşların az olduğuna görə və yardım edənlərin də zəif olduğuna görə səbrə ehtiyac var və həmçinin sabit qalma vasitələrinə ehtiyac vardır. Və həmçinin dindən çıxma və dindən uzaqlaşma hadisələri də çoxalmışdır. Hətta yəni, İslam üçün çalışanlar belə yəni, əməllərini tərk edirlər. Üçüncü, bu mövzunun yəni, qəlblə bağlı olması, hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Ləqalbu İbni Ədəmə əşəddu inqilabən minəl qidri İzəştəməət qaləyənən. Adəm oğlunun qəlbi qazan qaynadığı zaman, necə ki, qaynadığı zaman çevrilir, ondan da daha şiddətli şəkildə çevrilir. Hədisi İmam Əhməd rəvayət etmişdir, Sahih Cami'də keçir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm
başqa bir misal çəkir. İnnəmə summiyəl qalbu min təqallubihi. Qəlb çevrildiyinə görə qəlb adlanmışdır. İnnəmə məsəlul qalbi kəməsəli rişətin muallaqatin fi asli şəcərətin yuqallibuhar rihu zahran li batnin. Qəlbin misalı ağacın gövdəsindən asılmış bir lələyin misalı kimidir. Külək onu üstünü altına çevirir. Yəni insan qəlbi də bu cür dəyişir, çevrilir. Və bu qəlbin də sabit qalması üçün müəyyən vasitələr vardır. Və Allah Teala'nın bizə olan rəhmətidir ki, öz kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə və həmçinin onun sirasında çoxlu sabit qalma vasitələrini bizə bəyan etmişdir. Onlardan inşallah bəzilərini götürürük. Onlardan birinci, insanın sabit qalması üçün din üzərində əl-iqbalu aləl-Qur'an, Qur'ana yönəlmək. Əzəmətli Qur'an insanın sabit qalması üçün ən birinci vasitədir. Qur'an Allahın möhkəm kəndiridir. Açıq aydın nurudur. Kim ondan yapışarsa, tutarsa, Allah Teala onu qoruyar. Və kim ona tabi olarsa, Allah Teala onu xilas edər. Və kim Qur'ana çağırarsa, doğru yola yönələr. Allah Teala bu Qur'anın göndərilməsinin, nazil edilməsinin və xüsusən də 23 il ərzində tədricən nazil edilməsinin qayəsini Qur'anda bildirmişdir. Kafirlərin şübhəsinə rədd olaraq Allah Teala cavab verir. Furqan surəsi 32-ci ayədə وَقَالَ الَّذ۪ينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدًا. Yəni kafirlər dedilər ki, Qur'an bütöv şəkildə, bütünlüklə nazil edilməlidir. Bir dəfəlik. كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلًا. Yəni Allah Teala cavab verir ki, nə üçün tədricən nazil edilib? Sənin qəlbini sabit etmək üçün. كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ. Nə üçün? Yəni Qur'an insanın sabit olması üçün bir qaynaq, bir məsdər olmuşdur. Çünki Qur'an insanın qəlbində imanı əkir və insanın nəfsini Allaha bağlamaqla təmizləyir. Və həmçinin Qur'anda olan ayələr müminin qəlbinə sərin və salamat olaraq nazil olur. Və fitnə küləkləri o qəlbi yönəltmir sağa sola. Və qəlbi Allahın zikri ilə mutmain olur, rahatlıq tapır. Və həmçinin Qur'anın sabitlik üçün məsdər olmasının səbəblərindən Qur'an insana səhih, doğru təsəvvürləri verir, hansı ki, onun səbəbi ilə insan özünü və ətrafında olanları düzəldir. Və həmçinin Qur'an insana tərəzi verir. Və o tərəzi ilə insan işlərə, məsələlərə hökm verə bilir. Və hökmü silkələnmir. Yəni, hökmündə insan sabit olur. Və həmçinin sözlərində ziddiyyət yaranmır. Və həmçinin Qur'anın
bir məsdər olması, sabitlik üçün məsdər olması səbəblərindən Quran İslam düşmənlərinin, kafirlərin və münafiqlərin şübhələrinə cavab verir. Açıq aydın cavablar vardır. Misal olaraq, müəyyən müddət Cəbrail əleyhissalam gəlmir. Yəni, elə bir ki, vəhiy kəsilir. Kafirlər deyirlər, müşriklər deyirlər ki, وَدَّعَ مُحَمَّدًا Rabbuhu. Rəbbi Muhammədi tərk eləmişdir. Allah Teala nazil edir ki, Mə vəddə'əkə rabbuka və mə qalə. Duha surəsində Rəbbin səni tərk etməmişdir və sənə qəzəbi də tutmamışdır. Yəni, bu, açıq aydın müşriklərin şübhəsinə bir cavabdır. Və həmçinin onlar deyirlər ki, o Qur'anı əcəm olan birisindən götürür. Ondan nəql edir, ondan köçürür. Nəccar Rumi deyilir. Rumlu Nəccar, hansı ki Məkkədə idi, ondan köçürür, ondan götürür Qur'anı. Və Allah Teala Nəhl surəsində deyir ki, Lisanul-ləzi yulhidunə iləyhi a'cəmin və hədə lisanun arabiyyun mubin. Yəni, onların mənsub etdiyi dil, hansı ki, əcəmi idi, rumlu idi, o əcəm dilində danışır. Amma Peyğəmbər s.ə.və nazil olan Quran isə açıq aydın ərəb dilindədir. Və həmçinin Tövbə surəsində münafiqlər deyəndə ki, İzənli və lə təftinni. Yəni, Peyğəmbər s.ə.və dedi ki, mənə izin ver, məni fitnəyə düşürmə. Yəni, o vaxtı döyüşə çıxmaq istəyəndə deyirlər ki, Rumluların qadınları gözəl olur, sarışın olur və biz fitnəyə düşə bilərik. Amma Allah Teala cavab olaraq buyurur ki, Tövbə surəsi 49-da Ələ fil fitnəti saqatu. Bilin və agah olun ki, onlar özləri fitnəyə düşdülər. Yəni, Peyğəmbər s.ə.v-in əmrinə qarşı çıxmaları özü fitnə idi. Yəni, bu özü, bu cavablar, Quranda gələn, möminlərin qəlbini daha da möhkəmləndirir. Və həmçinin o şübhələrə rədd var idi və eyni ilə də batil əhlini sustururdu. Və həmçinin sabit qalmağın səbəb vasitələrindən. Deməli, birinci nə oldu? Quran. İkinci isə Allahın şəriətinə sarılmaq və salih əməl etməkdir. Necə ki, Allah Teala buyurur, İbrahim surəsi 27-ci ayədə Yuthabbitullahu allazina amanu bil qawli thabiti fil hayatid dunya və fil axirə və yudillullahu zalimin və yef'alullahu ma yasha. Allah Teala iman gətirənləri sabit bir sözlə həm dünya həyatında və həmçinin axirətdə də sabit edər. Və Allah Teala zalimləri azdırar. Və Allah Teala istədiyini edir. Qatadə rahimehullah deyir ki, Əmməl həyatud dünya. O ki, qaldı dünya həyatında Allah Teala onları iman gətirib salih əməl edənləri xeyirdə və salih əməldə sabit edər, axirətdə, qəbirdə sabit edər. Və həmçinin Allah Teala Nisa surəsi 66-cı ayədə buyurur: "Vələv ennehum fa'alu ma yu'azun bihi lekana khayran lahum və əşəddə təthbita." Əgər onlar onlara olunan nəsihəti yerinə yetirsəydilər, əməl etsəydilər, bu onlar üçün daha xeyirli olardı və onların sabit qalması üçün daha şiddətli olar. Yəni, daha möhkəm şəkildə sabit qalardılar. Deməli, şəriətə əməl etmək, şəriətdə olunan tövsiyələrə insanın əməl etməsi sabit qalması üçün ən böyük vasitələrdən sayılır. Yəni, onlar haqq üzərində
sabit qalardılar. Əməl etsəydilər. Deməli, tənbəl insanlar, salih əməllərdən geri qalan insanlar, onlar sabit qalarmı? Fitnələr baş qaldırdığı zaman, məsələlər şiddətləndiyi zaman. Amma iman gətirib salih əməl edənləri isə Allah Teala fitnə zamanı da onları imanlarına görə doğru yola yönəldir. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm salih əməllərdə davamlı olardı və davamlı olmaq onun üçün daha sevimli idi. Az olsa belə. Necə ki, hədisdə gəlir, Əhabbul ə'məli ilallahi ədvamuha və inqal. Əməllərin Allaha daha sevimli olanı az olsa da davamiyyətli olanıdır. Və həmçinin sahabələr də bir əməl edərdilərsə, onu sabit edərdilər, davamlı edərdilər. Və Aişə radiyallahu anhə deyir ki, İdə amilətil əməl ləzimətü. Həmçinin Aişə radiyallahu anh özü bir əməl etdiyi zaman onu davamlı şəkildə edərdi. Və buyurur ki, Mən thəbara alə thintəy əşrətə rəqətən minəs-sünnə bənəllahu ləhu beytən fil cənnə. Peyğəmbər s.ə.v buyurur ki, kim gün ərzində 12 rəkat, yəni fərzlərdən əlavə 12 ratibəyə davamlı olarsa, 12 ratibəni davamlı şəkildə qılarsa, Allah Teala onun üçün cənnətdə ev tikər. Və həmçinin digər hədisdə də gəlir ki, وَمَا يَزَالُ عَبْدِ يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهِ. Bu ilahi hədisdir, qudsi hədisdir. Və Allah Teala buyurur ki, qulum mənə tərəf nafilə ibadətlərlə yaxınlaşmaqda davam edərsə, nəhayət mən onu sevərəm. Və üçüncü gəlir vasitələrdən Peyğəmbərlərin qissələrini tədəbbür etmək və onların qissələrini oxuyaraq insanın nümunə götürməsi, ibrət alması. Və buna da dəlil Hud surəsi 120-ci ayədir. Və kullən nəqussu aleykə min ənbəir rusuli mə nüthəbbitu bihi fuədəkə və cəəkə fi hədihil haqqu və məv'izatun və zikra lil-mu'minin. Sənə Rasulların xəbərlərini biz hekayət edirik, sənin qəlbini sabit edəcək şəkildə və bu barədə sənə haqq, nəsihət, moizə və möminlər üçün bir ibrət gəlmişdir. Yəni, bu ayələrin Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olması, yəni əylənmək üçün və sadəcə məclislərdə danışılması üçün deyildir və bunun özündən də böyük məqsəd vardır. Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbinin möhkəmləndirilməsi, sabit edilməsi və eyni zamanda da möminlərin qəlblərinin sabit edilməsi. Və ona dair nümunələrdən İbrahim aleyhissalam. Əgər fikirləşsən, Allah Teala buyurur, قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ اِنْ كُنْتُمْ فَاعِلِينَ. Onlar dedilər ki, onu yandırın və öz ilahlarınıza yardım edin, əgər siz bunu edənlərdənsinizsə. قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ. Və biz dedik ki, ey od, sən İbrahim üçün sərin və salamat ol. وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ. Və onlar İbrahim Peyğəmbərə hilə qurmaq istədilər. Allah Teala onları ziyana uğrayanlardan etdi. Yəni onların hilələrini boşa çıxartdı. İbn Abbas radiyallahu anhuma deyir ki, Kənə əxirə qavli İbrahim Hinə ulqiyə finnər Həsbiyallahu və ni'məl vəkil. İbrahim aleyhissalamın oda atıldığı zaman ən axırıncı söylədiyi söz Həsbiyallah, Allah mənə yetər və ni'məl vəkil, o nə gözəl vəkildir sözü oldu. Yəni burada bu cür azğınlığın və əzabın qarşısında sabitliyin mənasını hiss edirsənmi? Və bunu insan eşitdiyi zaman insanın qəlbinə bir sabitlik gəlir. Və bu məsələni insan düşündüyü zaman. Həmçinin Musa aleyhissalamın qissəsi. Və bunu da düşündüyün zaman Allah Teala xəbər verir Şuara surəsində. فَلَمَّا تَرَاءَ الْجَمْعَانِ
Qala ashabu Musa inna lemudrakun. Qala kella inne ma'iye rabbi seyehdin. Artıq arxadan qoşun gəlir. Qoşunlar göründüyü zaman, qoşunu gördükləri zaman, Firon və əyanlarının gəldiklərini gördükləri zaman, yəni Bəni İsrail, yəni Musanın sahabələr dedilər ki, innə lemudrakun, artıq onlar bizə yetişəcəklər. Amma Musa aleyhissalam dedi ki, kəllə xeyr, innə ma'iyə rabbi seyehdin. Rəbbim mənimlədir. O mənə doğru yolu göstərəcəkdir. Yəni, burada da həmçinin insan o sabitliyin mənalarını hiss edir. Ən şiddətli anda düşmən yetişir. Yəni, elə bir anda Musa aleyhissalam deyir ki, kəllə xeyr, innə mə'yə rabbi seyehdin. Mənim Rəbbim mənimlədir, mənimlə bərabərdir. O mənə doğru yolu göstərəcəkdir. Və burada bir haşiyə çıxaraq alimlər bu incəliyi gətirir ki, Musa aleyhissalam dedi ki, kəllə, xeyr, innə mə'yə rabbi. Mənim Rəbbim mənimlədir. Amma mağarada Abu Bəkirlə Peyğəmbər s.ə.v birgə olduqları zaman, amma Peyğəmbər s.ə.v nə dedi? Lə təhzən İnnəlləhə mə'ənə. Sən kədərlənmə, Allah bizimlədir. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələri ilə Musa aleyhissalamın sahabələr arasında olan bir fərqi, incəliyi alimlər çıxardır. Yəni Musa aleyhissalam demədi ki, xeyr, Allah bizimlədir. Allah mənimlədir. O mənə doğru yol göstərəcəkdir. Amma Peyğəmbər s.ə.v Abu Bəkirlə mağarada olduğu zaman dedi ki, lə təhzən innəlləhə mə'ənə. Sən kədərlənmə, Allah bizimlədir. Və həmçinin Firavunun sehirbazları. Yəni bu qıssədə keçir və burada da həmçinin böyük bir ibrət, nümunə vardır. Ən böyük o zalimin təhdidləri qarşısında sehirkarlar, sehirbazlar sabit olurlar. Və Firon deyir ki, qalə əməntum ləhu qablə ən ədənə ləkum. Yəni, siz ona iman gətirdiniz, yəni Musaya iman gətirdiniz, mən sizə izin verməzdən əvvəl, İnnəhu ləkəbirukumulləzi alləməkumus sihr. Sizə sehri öyrədən elə o özüdür. Sizin böyüyünüzdür. Sehri öyrədən sizin böyüyünüz odur. فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى. Və həmçinin dedi ki, mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sizi xurma ağacının gövdəsindən asacağım. Və onda biləcəksiniz ki, bizim hansımızın əzabı daha şiddətli və daha qalıcıdır, baqidir. Amma o möminlər, yəni artıq iman gətirmişlər, o sehirbazlar, heç bir vəclə geri çəkilmədilər. قَالُوا لَنْ نُؤْثِرَكَ عَلَى مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا. Onlar dedilər ki, biz səni üstün tuta bilmərik. Bizə açıq aydın dəlillər gəldikdən sonra bu dəlillərdən və bizi yaradandan səni üstün tuta bilmərik. فَقْضِ مَا أَنْتَ قَادٍ. Və sən istədiyin hökmü ver. İnnəmə təqdi hədihil həyətə dünya. Sən yalnız bu dünya həyatında hökm verə bilərsən. İnnə əmənnə bi Rabbinə liyəğfirə lənə xatayənə və mə əkrahtənə aleyhi minəs-sihr vallahu xeyrun və əbqa. Və onlar deyirlər ki, biz Rəbbimizə iman gətirdik ki, bizim günahlarımızı bağışlasın və sənin məcbur etdiyin, bizi sehrə məcbur etdiyin və o sehri etdiyimiz, orada etdiyimiz günahları bağışlasın və Allah Teala daha xeyirli və daha baqidir. Və həmçinin Quranda digər, yəni buna dair misallar vardır. Yasin surəsində və Qafir surəsində
yəni Fironun ailəsi içərisində iman gətirən birisinin yəni sabit qalması və həmçinin Uxdud sahiblərinin sabit qalması və bütün bunların hamısında sabitlik üçün böyük dərslər vardır. Və həmçinin din üzərində sabit qalmağın vasitələrindən 4-cü duadır. Və dua etmək mömin bəndələrin sifətlərindəndir. Mömin insanlar dua ilə Allaha yönəlirlər ki, Allah onları sabit eləsin. Necə ki, Əl-İmran surəsində keçir. Rabbənə lə tuzigh qulubənə bə'də iz hədəytənə və həb lənə min lədunka rəhmə innəkə əntəl vəhhab. Ey Rəbbimiz, bizim qəlbimizə əyrilik salma, bizi hidayət etdikdən sonra. Həqiqətən bu dua yəni çox əzəmətli dua sayılır. Yəni bu duaya hər birimizin böyük ehtiyacı vardır. Və həmçinin alimlər burada olan incəliyi çıxardarkən deyirlər ki, bundan əvvəlki ayədə kimlər keçir? Elmdə möhkəm olanlar. وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا. Və elmdə möhkəm olanlar deyirlər ki, biz bunlara iman gətirdik, bunların hamısı Rəbbimizin tərəfindəndir. Və növbəti ayədə dua gəlir. Yəni bu kimin duasıdır? Elmdə möhkəm olanların duasıdır ki, Rabbənə lə tuzigh qulubənə bə'də iz hədəytənə. Ey Rəbbimiz, bizim qəlbimizə zeyğ salma, qəlbimizə əyrilik salma, bizi doğru yola yönəltdikdən sonra. Və burada olan incəlik, fayda nədir? Baxın, əgər elmdə möhkəm olan insanlar, alimlər bu duanı edirdilərsə, onda başqalarının, bizim kimilərinin bu duaya nə qədər ehtiyacı vardır. Ona görə insan bu duanı çox eləməlidir. Xüsusən də fitnələr zamanı Lə tuzigh qulubənə bə'də iz hədəytənə. Bizə doğru yolu göstərdikdən sonra qəlbimizə əyrilik salma. وَلَمَّا كَانَتْ قُلُوبُ بَنِي آدَمْ كُلُّهَا بَيْنَ أُصْبُعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ كَقَلْبٍ وَاحِدٍ يُصَرِّفُ حَيْثُ شَاءَ. Hədisdə də gəlmişdir ki, insan övladının qəlbləri Allahın barmaqlarından 2 barmağı arasındadır. İstədiyi kimi çevirir. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı çox edərdi. Ya muqallibəl qulubi thəbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dininin üzərində sabit eylə. Ey qəlbləri çevirən, qəlbimi dinində sabit eylə. Həmçinin vasitələrdən 5-ci Allahı zikr etməkdir. Yəni zikri çoxaltmaq, çoxlu zikr etmək sabit qalmaq üçün ən böyük vasitələrdən sayılır. Yəni baxın, Allah Teala bu 2 işi yanaşı gətirir. Ənfəl surəsində buyurur: Ya eyyuhəl-ləzīnə əmənu İzə ləqitum fiətən fəthbutu vəzkurullaha kəsiran ləalləkum tuflihun. Ey iman gətirənlər, düşmənlə qarşılaşdığınız zaman sabit olun və Allahı çox zikr edin. Və sabitliklə zikir yanaşı gəldi. Sabit olun və Allahı çox zikr edin ki, nicat tapasınız. Deməli, insanın sabit qalması üçün bu ayə açıq-aydın dəlildir ki, Allahı çox zikr etmək ən böyük vasitələrdəndir. Baxın, necə İbn-i Qayyim Rahimullah buyurur, Farsın və Rumluların bədənləri necə böyük idi, zahirən qüvvətli idilər, amma o gücə ehtiyacları olduğu zaman o gücləri onlara xəyanət etdi. Amma baxmayaraq ki, möminlər bədəncə zəif və sayca az olmağına baxmayaraq, yəni Allahı çox zikr etdikləri üçün Allah Teala onlara yardım etdi. Və həmçinin Yusuf aleyhissalama yardım nə ilə gəldi? O qadının, vəzifə sahibi olan gözəl qadının fitnəsi qarşısında o möhkəm bir qalaya daxil oldu. Məazəllah, yəni Allaha sığınıram. Və artıq
o şəhvət dalğaları qarşısında Yusuf aleyhissalam bu möhkəm qalaya sığındı. Yəni Allahı zikr etməyə, Allaha sığındı. Ona görə zikrin böyük təsiri vardır möminlərin sabit qalması üçün. Və həmçinin vasitələrdən 6-cı və müsəlmanın doğru yolu tutmağa həris olmasıdır. Yəni insanın üzərinə vacib olan doğru yolu tutması. Orada bir dənədir Əhlüsünnə vəl-Cəmaa mənsur, yəni olan, Allahın zəfəri olan, yardımı olan bir dəstədir. Firqan Nəciyə adlanır və salamat mənhəc üzərində olanlardır. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə dəlillə tabi olanlardır və həmçinin Allahın düşmənlərindən, batil əhlindən ayrılanlardır. Yəni, insanın bu yolu, Quran və sünnəni bilərək onun üzərində irəliləməyə həris olmasıdır. Və 7-ci vasitə isə buna elmi tərbiyə, imani elmi tərbiyədir. Ən birinci, imani tərbiyə insanın qəlbində Allah qorxusu, Allaha ümid və Allah sevgisi yaradır. Və bu işlər də insanı Allaha tərəf yönəlməkdə fəal olmasına səbəbdir. Yəni, qorxu, ümid və həmçinin sevgi. Yəni, bunlar olmadan insanın irəliləməsi mümkün deyildir. Bunların üçü də qəlb ibadətinin dayaqları sayılır. Qəlb ibadətinin rükunları, dayaqları, sevgi, qorxu, ümid. Bunlardan biri olmasa insanın irəliləməsi mümkün deyildir. Və ikinci elmi tərbiyədir. Yəni, elmi tərbiyə dəlil üzərində olmalı. Kör-körənə təqliddən uzaq olmalıdır ki, insan sabit qalsın. Əgər kör-körənə gedirsə, dəlilsiz, yəni insanın sabit qalması çox çətindir. Və üçüncü bu tərbiyəyə aiddir. Mütədərricə, yəni tədricən tərbiyə alması, yəni insan tədricən kamilliyə doğru yönəlməsidir. Yəni birdən-birə hər şeyi insanın əldə etməsi mümkün deyildir. Tədricən olmalıdır ki, iman insanın qəlbinə hopsun və həmçinin sabit qalsın. Və ya bayaq da götürdük ki, hətta Qur'anın tədricən də nazil olması insanın qəlbində sabitliyin möhkəmlənməsi üçün idi. Deməli, 7-ci vasitə imani, elmi tərbiyə və həmçinin həmən tərbiyənin tədricən olmasıdır. Və 8-ci, insanın tutduğu yola güvəninin, etibarının artması. Nə qədər insan tutduğu yolda etibarı güclü olarsa və bir o qədər də sabitliyi də böyük olar. Və bunun üçün vasitələrdən birincisi, İnsan hiss eləməlidir ki, onun tutduğu bu yol, getdiyi bu yol yeni deyildir. Bu yol köhnədən olan peyğəmbərlərin, siddiqlərin, alimlərin, şəhidlərin və salihlərin getdiyi yoldur. Və insan bunu düşündüyü zaman o qəriblik aradan qalxır. Və insanda olan sıxıntı ünsiyyətə çevrilir. Və bəzən insan bunları bilmədiyi zaman insanda darıxma, sıxıntı yaranır. Və həmçinin onun kədəri sevincə çevrilir. Və artıq sən hiss edirsən, bilirsən ki, onlar, o keçmiş peyğəmbərlər, salihlər, alimlər sənin qardaşlarındır. Bu yolda, bu mənhəcdə sənin qardaşların olublar. Və həmçinin insan seçilməyi hiss etməlidir. Necə ki, Allah Teala buyurur, قُلْ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَى عِبَادِهِ الَّذ۪ينَ اصْطَفَى De ki, həmdə layiq olan Allahdır və Allahın seçdiyi bəndələrə, yəni salam olsun. Və həmçinin Yusuf surəsində Allah Teala buyurur, وَكَذَلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِنْ تَأْوِيلِ الْأَحَدِيثِ Və beləliklə Rəbbin səni seçir və sənə yuxu yozmanı da öyrədir.
Necə ki, Allah Teala peyğəmbərləri seçmişdir və bu seçimdə salihlərin də payı vardır. Və onlar da peyğəmbərlərin elminə varis olduqları üçün sənin, yəni bu seçimi hiss etməyin, yəni bu yolda davamlı olmağına səbəbdir, həmçinin bu yolda, bu mənhəcdə sabit qalmağına səbəbdir. Vasitələrdən 9-cu, insanın sabit qalması üçün dəvətdir. Yəni, insan hidayət olduqdan sonra, bu ləzzəti duyduqdan sonra çalışmalıdır ki, bunu başqaları ilə bölüşsün. Özünün duyduğu ləzzəti insanlarla, başqaları ilə bölüşməyə həris olmalı. Nə qədər insan buna həris olarsa və bir o qədər də insana sabitlik gəlir. Yəni, etdiyi əməlin müvafiq bir mükafatı olaraq insanın hidayəti də artır və Allah Teala ona görə onu sabit edir. Əgər insan nəfsi hərəkətdə olmasa, dəvət etməsə, yəni o nəfsdə necə ki, su dayandığı zaman suda müəyyən qoxular əmələ gəlir, mamır əmələ gəlir və eyni ilə insan nəfsi də elədir. Dayandısa orada mamır və yaxud da üfunət əmələ gəlir və insan nəfsinin də yola düşməsi üçün ən böyük sahələrdən biri də Allahın yoluna, Allaha çağırmaqdır. Özünə yox, cəmaata yox, müəyyən dəstələrə yox, Allaha çağırmasıdır. Və bu da peyğəmbərlərin vəzifəsi olubdur. Və bu da insanın nəfsini əzabdan xilas edir. Və Allah Teala buyurur ki, فَلِذَٰلِكَ فَدْعُ وَاسْتَقِمْ كَمَا اُمِرْتِ Və sən buna görə çağır və sənə əmr olunan formada düz dur. Yəni, bu yolu doğru şəkildə davam et. Yəni, insan vaxtını sərf etməli, doğru, düzgün mənhəcə çağırmaqda və bütün fikrini ona yönəltməli və bədənini onun üçün çalışdırmalı və dilini də Allaha çağırmaqda sərf etməlidir. Belə ki, dəvət, insanın çağırması, Allaha çağırması müsəlmanın əsas məşğuliyyəti olmalıdır. Və buna da əlavə olaraq insan maniyələrin qarşısında tab gətirməsinə səbəb olur dəvət vasitəsilə və öz yolunda davam edir və imanında artır və təqvanın dayaqları möhkəmlənir və artıq dəvət səbəbi ilə o insanın əcri də çoxalır və eyni zamanda da sabit qalması üçün böyük bir səbəb olur. Demək, həqiqətən İbn-i Qayyim Rahimullah buyurur ki, yəni insan əgər bildikdən sonra, öyrəndikdən sonra çağırmazsa və çağırmadığına görə, Allahın yoluna dəvət etmədiyinə görə onun hidayətindən azalır, hidayətindən alınır. Və həmçinin vasitələrdən 10-cu, insanın sabit saxlayan səbəblər, vasitələrin ətrafında dolaşmasıdır. Və bu ünsürlər, vasitələr, hansı ki, sifətlərini Peyğəmbər s.ə.v bizə xəbər vermişdir. İnnə minən-nəs məfatihə lil-xeyri və məğaliqə liş-şər. Və insanlardan elələri vardır ki, onlar xeyrin açarlarıdır və şərrin qapılarıdır. Yəni, insan, alimlər, salih insanlar və mömin dəvətçiləri axtarmalı, yəni yoldaşlarını yaxşı kimsələrdən etməlidir ki, yaxşı yoldaş, yaxşı dost insanın sabit qalması üçün böyük amillərdən biridir. Həmçinin səbəblərdən 11-ci, yəni insanın batilin həqiqətini bilməsi və batilə görə, batili baxıb aldanmamasıdır. Necə ki, Allah Teala buyurur, Əl-İmran surəsində Lə yəğurrannəkə təqallubullezîne kəfəru fil-biləd Kafirlərin ölkələrdə dolaşması səni aldatmasın. Yəni, onların arxayın dolaşması insanda məyusluq yaratmasın. Və həmçinin Ra'd surəsində də keçir. Yəni, bunun özündə də ağıl sahibləri üçün ibrət vardır. Yəni, insan batildən çəkinməməli və batilə təslim olmamalıdır.
Və Qur'anın üslubudur ki, batil əhlinin yolunu açır və onların hədəflərini və vasitələrini Qur'an izah edir. Necə ki, Allah Teala Ən'am surəsi 55-ci ayədə buyurur: "Və kəzəlikə nufassilul ayati və litəstəbinə səbilul mucrimin." Və biz ayələri belə izah edirik ki, mücrimlərin, günahkarların, cinayətkarların yolu bəlli olsun. Biz ayələri belə müfəssəl izah edirik ki, cinayətkarların yolu bəlli olsun. İbn-i Qayyim Rahiməhullah, yəni bu ayənin təfsirində gətirir ki, yəni insanlardan elləri vardır ki, həm möminlərin yolunu bilir, həmçinin cinayətkarların yolunu bilir. Amma insanlardan elləri var, möminlərin yolunu bilir, mücrimlərin yolunu bilmir. Eləsi var, mücrimlərin yolunu bilir, möminlərin yolunu bilmir. Eləsi də var ki, heç birinin yolunu bilmir. Nə möminlərin yolunu bilmir, nə də mücrimlərin yolunu bilmir. Amma onların içərisində ən xeyirlisi hansıdır? Həm möminlərin yolunu bilən və həmçinin mücrimlərin yolunu biləndir. Niyə? İnsan birinci möminlərin yolunu bilməlidir ki, özü əməl etməsi üçün və azmaması üçün də mücrimlərin, bidət əhlinin də yollarını bilməlidir ki, onlar tərəfindən şübhə gəldiyi zaman azmasın. Umar radiyallahu anh deyərdi ki, "Tunqalu ural İslami urvatan urvatan iza nəşəə fil İslami mən ləm ya'rifil cahiliyyə." İslamın dayaqları bir-bir söküləcəkdir, əgər cahiliyyəti bilməyən İslamda böyüyərsə. Əgər cahiliyyəti bilməyən İslamda böyüyərsə. Niyə görə sahabələr güclü idilər? Onlar cahiliyyəti görmüşdülər. Və imana gəldikdən sonra onları heç bir şey sarsıtmadı. Amma insan yaxşı mühitdə böyüyər, iman üzərində, amma mücrimlərin yolunu bilməsə, onlar tərəfindən bir şübhə gəldiyi zaman onların şübhəsinə düşə bilər. Ona görə insan möminlərin yolunu bilməklə yanaşı, onların da yolunu bilməlidir və ona da aldanmamalıdır. Və bu 11-ci səbəbdir. Və həmçinin səbəblərdən 12-cisi sabitliyə yardım edəcək əxlaqla insanın əxlaqlanması və onların başında da səbir durur. Necə ki, Buxari Müslimə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə u'tiyə əhədun ata'ən xeyran və əvsəə minəs sabr." Yəni, bir kimsəyə səbirdən daha geniş, səbirdən daha xeyirli bir əta, bəxşiş verilməmişdir. Yəni, insana verilən bəxşişlər içərisində, ətalar içərisində ən xeyirlisi və ən genişi səbirdir, səbir əxlaqıdır. Və səbrin də ən şiddətlisi müsibətin ilk anında olandır. Necə ki, hədisdə gəlmişdir, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin yanında ölmüş evladı üçün ağlayan ananın yanından keçir və ona deyir ki, "İttəqilləhə və spiri." Allahdan qorx və səbirli ol. Və qadın Peyğəmbər sallallahu aleyhi və səlləmi tanımır və deyir ki, "İleykə anni və ləm tusab bi musibəti." Məndən uzaq ol, mənim başıma gələn sənin başına gəlməyib. Və sonra ona deyirlər ki, o Peyğəmbər idi. Tanımır onu və evinə gedir. Və hədisdə keçir ki, qapısında, evində keşikçilər yox idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən üzr istəyir o sözünə görə. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İnnəmə sabru ində sadmətil ulə." Səbir müsibətin ilk anında olanıdır. Səbir müsibətin ilk anında olandır. Yəni, ondan sonra olan səbir, 2 gündən, 3 gündən sonra olan səbir, bu heyvani səbirdir. Yəni, məcburi səbirdir. Heyvan da məcburən səbir edir. Yəni, ona görə bir savab yoxdur. Ona görə sələflərdən biri deyir ki, ağıllı insan müsibətin ilk anında axmağın 3 gündən sonra etdiyini etməlidir. Axmaq insan da 3 gündən sonra özünə gəlir. Qışqır, bağır salmır. 3 gündən sonra etdiyini ağıllı insan müsibətin ilk anında etməlidir. Və həmçinin insanı sabit qalmaq üçün olan vasitələrdən
salih bir insanın nəsihətidir. Bəzən insan bir nəsihətə görə sabit qalmasına səbəb edir. Yəni, insan sabit qalması üçün Allah Teala'nın o müsəlman üçün bir nəsihət edən, salih bir insanı yönətməsidir. Və o kəlmələr onun üçün mənfəətli olur və onun addımlarının doğru, düzgün atılmasına səbəb olur. Əgər o nəsihətlərdə xatırlama varsa, cənnət, cəhənnəmi və həmçinin Allahla görüşməyi xatırladaraq olunan nəsihətdirsə. Necə ki, İmam Əhmədə olmuşdur. İmam Əhmədin imtihanı həqiqətən böyük olub, şiddətli olub. Məmunun yanına aparıldığı zaman qandallarla və Məmun, o xəlifənin adıdır, onu hədələmişdir şiddətli şəkildə. Və bir bədəvi ərəb İmam Əhmədə deyir ki, ya hədə innəkə vafidun nəsi fələ təkun şü'mən aleyhim. Sən insanların diqqətində olan, insanların yönəldiyi bir kimsəsən. Və insanlar gözünü sənə dikib. Və iyyəkən tucibəm ilə mə yed'unəkə ileyh. Və sən özünü qoru, onların çağırdığı işə icabət etmə. Onlar deyirlər ki, Qur'an məxluqdur. İmam Əhməd rahimehullah deyir ki, mənə bir dənə sünnədən dəlil gətirin ki, mən də deyim. Yəni, bir dəlil də yoxdur. Əgər desən, cavab versən, qiyamət günü onların da, cəmaatın da günahını daşıyacaqsan. Əgər deyir, Allahı sevirsənsə və olduğun iş üzərində sabit qal və səninlə cənnət arasında olan yalnız sənin öldürülməyindir. İmam Əhməd rahimehullah deyir ki, onun deyə sözləri mənə çox təsir etdi, mənim qətiyyətimi daha da artırdı, gücləndirdi. İxlasla.com saytı tərəfindən təqdim olundu.